Qarabağ CS oyunu Azərbaycan futbol tarixinin ən çox gözlənilən qarşılaşmalarından biri. Azərkeşlər bilet satışının başlayacağı günü səbirsizliklə gözləyirdi. Amma satışın başlandığı anda ITKDAS saytı rəsmən çökdü. İlk 2 saat ərzində sistemə giriş etmək ümumiyyətlə mümkün değildi. Lakin az sonra yayılan məlumat bilet növbəsində gözləyən azərkeşləri daha da çaşdırdı. Artıq 22.500 biletin satıldığı göstərilirdi. Həmin andan etibarən isə sosial şəbəkələrdə yüzlərlə biletin satış elanları ortaya çıxdı. Qiymətlər isə rəsmi dəyərindən 5 qat baha. Azərkeşlər hesab edir ki, satış prosesi ədalətli olmayıb və bəzi şəxslər sistemdən sui-istifadə ediblər. Oyuna baxmaq üçün bilet almaq istəyirdi və baxdıq ki, İTKD saytında sayt çökdü. Bileti biz baxdıq 30-40, yəni 10 manatlıq bileti 30-40 manata qoymuşdular. Hər dəfə istəyirəm ki, gedim Qarabağın oyunlarına baxım. İndi 10 manata biletlər olur. Hər dəfə gedirəm sıraya dururam, amma 10 manatlıq bilet hamısı satılır da. Bu da yəqin ki, hamısı Qara bazara gedir. Gəlirik sonra oyun günü burada yığışırıq ki, bilet tapaq. 10 manatlıq bileti görürsən ki, 50 manata satırlar. Sayt işləmirdisə, bəs bu qədər bileti kim aldı? Bir şəxs bu qədər biletə necə sahib ola bilər? Qara bazarın qarşısının alınmasından ötürü hər hansısa bir tədbir görüldümü? Məsələ ilə bağlı suallarımızı ITKDAS saytının əməkdaşlarına ünvanladıq. Satışa çıxarıldıqda biletlər artıq saat 3-də satışa çıxarılmışdı. Aynı 9 saat 3-də satışa çıxarıldı və ilk 3 dəqiqə ərzində 16.000 nəfər, qalan 12 dəqiqə ərzində də artıq 16.000 nəfər sərdə daxil olmuşdu. Eyni anda daxil olduqları üçün təəssüf ki, gecikmə halları və sistemdə çökmə halları baş verirdi. Çünki sistem o qədər adamı qaldırmaqda mümkün olmur. Bir şəxsdə 5 bilet satılır deyə və artıq o biletlər müştərinin özünə aid olur və biz ondan sonra artıq müştərinin o bileti satıb satmadığına təəssüf ki, artıq məsuliyyət götürə bildik. Müştəri istəsə o bileti satıra bilər, transfer etməkdə açıqdır ki, müştəri bir başqasına transfer edə bilər. Yəni biz artıq o müştəri cəhdi ola bilmirik. Müştərilərdən və biz tərəfdən də şikayətlər yönləndirilirsə, yəni texniki əməkdaşlarımızda, texniki əməkdaşlarımızda artıq yenidən iş görürlər, serverlər üzərindəki artıq daha çox şəxsin rahatlıqla satışa daxil olması üçün serveri gücləndirmə işləri aparılır. Şirkət satış zamanı texniki problemlərin yaşandığını, amma bütün biletlərin rəsmi qaydada satıldığını bildirir. Müvafiq məsələ ilə bağlı Qarabağ Futbol Klubuna da sual ünvanladıq. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirdi ki, məsələ klubumuzun və hüquq mühafizə orqanlarının diqqətindədir, araşdırılır. Bəs Qara bazarda bilet satanları nə gözləyir? Məsələnin hüquqi baxımdan araşdırmaqdan ötürü hüquqşünas Şamil Paşayevlə əlaqə saxladıq. O bildirdi ki, bu kimi hallar dələduzluq və ya qanunsuz sahibkarlıq fəaliyyətinə əlavə bir əxlaq məsələsidir. Azərbaycanda artıq uzun illərdir futbol oyunlarında, mediada, onlayn satış həyata keçirən digər platformalarda biz bu kimi hallara rast gəlirik. Hüquq mühafizə orqanları araşdırma apararaq aidiyyatı qaydada tədbir görə bilərlər. Müxtəlif cinayətin məsuliyyətinə səbəb etmə halları ola bilər. Burada kompüter və informasiya sistemlərinə qanunsuz daxil olma, vətəndaşları aldatma, müxtəlif cinayətlərlə məsuliyyətə cəlb etmək mümkündür. Bu hüquq pozuntusundan əvvəl əxlaq problemidir. Bu artıq demək olar elə bir onlayn platforma yoxdur ki, onun satışının həyata keçirilməmişdən əvvəl 1 dəqiqə, 2 dəqiqəyə bu bitsin. Yəni biz buna artıq həm də öyrəşmişik. Amma eyni zamanda hüquq mühafizə orqanları da bununla bağlı adekvat tədbirlər görüb məsuliyyətə cəlb etmə həll edə bilərlər. Yəni bu stadionun qabağında durub 1-2 bilet satan gənc uşağı məsuliyyətə cəlb etməklə olan məsələ deyil. Təbii ki, burada çox böyük və bu işi aparan adamlar var, şəxslər var. Onları tapmaq və məsuliyyətə cəlb etmək daha ağla batan işdir. Daha effektiv olar, belə deyək. Belə, kimisi saatlarla sistemin açılmağını gözlədi, kimisi isə yüzlərlə bileti bir kliklə aldı. Bir bilet sadəcə stadiona giriş üçün olan kağız deyil. Bu, azərkeşin sevgisini, inamını və oyuna olan marağını özündə daşıyır. Amma görünür, bu dəfə o qapı hamı üçün eyni anda açılmadı. Bu sevgi bu dəfə sistemin soyuq kodları arasında itib getdi.